Bismillahirrahmanirrahim. Esselamu aleykum və rahmetullah. Əziz və dəyərli dostlar, bayramımız mübarək olsun. Bu gecə İmam Hüseyin əleyhissalamın mübarək mövlududur. Allah Teala inşallah bizi həm dünya, həm ahirətdə o həzrətlə məşhur eləsin. Və bu gecə İmam Hüseyin əleyhissalamın bu mübarək mövlud gecəsində bizim əziz və dəyərli üstadımız bizimlə birgədir. Hacı salam aleykum və rahmetullah. Salam və rahmetullah. Bayramınız mübarək olsun. İnşallah sizin də, möminlərin də Allah inşallah bütün günlərin xeyrə mübəddəl eləsin. Bu bayramı da xüsusən mübarək eləsin. Allah Teala bizi inşallah dünya və ahirətdə Peyğəmbər və Əhl-i Beyti ilə sevindirsin, ziyarətləri ilə, şifayətləri ilə. Amin inşallah hacı. Çox sağ olun. Biz adətən Məhərrəmlikdə demək olar ki, bu 2 ay həm Məhərrəm, həm Səfər ayları ərzində İmam Hüseyin əleyhissalamın fəaliyyəti ilə bağlı, onun həyatı ilə bağlı çox danışılır. Düzdür, nə qədər danışsan, yenə də bəs eləmir, kifayət etmir, həmişə danışılmalıdır. Amma istəyirəm ki, İmam Hüseyin əleyhissalamın o nəsihətamiz kəlamlarından bu gecə bir neçəsini səsləndirək. İnşallah onların şərhini də sizdən dinləyək. Deməli, bir nəfər gəlir İmam Hüseyin əleyhissalamın yanına ki, dünya və ahirət xeyri nədir və nədədir? Onu sual verir ki, izah eləsin imam onun üçün. İmam da belə bir qısa məzmunlu, daha doğrusu deməli, qısa amma məzmunu geniş bir cavab verir. Buyurur ki, Bismillahirrahmanirrahim. Mən tərcüməsini oxuyuram. Deyir, Allah insanların narazılığına baxmayaraq Allahın razılığını qazanan şəxsi insanlara möhtac etməz. Sonra buyurur ki, Allahın narazılığına baxmayaraq insanların razılığını qazanan şəxsi insanların öhdəsinə qoyar və onlara möhtac edər. Vəssalam. Bu söz Dünya və ahirətin xeyrini İmam Hüseyin əleyhissalam bu cür izah edir ki, yəni sən həm çalış xeyrini, həm ziyanını. Bəli, sən çalış dünyada Allahın razılığını qazanmağa çalış. İnsanların deyil. İnsanlar narazı qalsalar da eybi yoxdur. Sənin meyarın Allahın razılığının olsun. Belə olanda insan axı bəzən narahat olur ki, plan kəs, məsələn, inciyər məndən, bəs məkan inciyər falan və beləliklə ac qalacağam, ruzim kəsiləcək. Amma buyurur ki, yox da Allah səni Allah Teala'nın Hacı Həzrəti Musaya xitablarından birində və o söhbətin əvvəli nə işimiz yoxdur, bir yerində deyir ki, Musa, birdən məndən başqasına kiməsə etimad eləyərsən, təvəkkül eləyərsən, ona arxayın olarsan, məhz elə həmin adamın əli ilə sənin bütün arzuları heçə çıxardaram da. Ki, Allahdan başqa və mən yətəvəkkələr Allah və vəsqota, ya Allaha təvəkkül eləyəndə, İmam Səccad əleyhissalamın sözü var, Allah səni itirən kimi tapır, səni tapan nə itirir? İmam Hüseyin əleyhissalam dualarında var belə. Bir dənə də mövzuacı bir hədis mən qeyd eləmişəm. İmam Hüseyin əleyhissalam indi öz xüsusiyyətləri barəsində də bəzi məsələlərə ki, işarə elərik, Allah qoysa. Bir dənə Həzrətin eyni elə bu mövzuda siz dediyiniz hədis kimi nəsihətlərindən biridir. Həzrət buyurur ki, xəmsun mən ləm təkun fihi, ləm yəkun fihi kəsirun müstəmtəyin. 5 dənə xislət var. Bir adamda olmasa, çox da belə nədir, bəhrəsi yoxdur bu həyatdan. Dünya böyük həyatdır, dünya böyük bazardır, dünya böyük əkin yeridir. Buradan adam meyraca gedə bilir, buradan adam Rizvanullah qazana bilir. Buradan adam dünyadan, yəni ümumiyyətlə Vəli əleyhissalam deyir, dünyanı çox pisləmən deyir. Dünya pislər üçün pisdir, yaxşılar üçün yaxşıdır. Yəni baxır istifadə eləməyə də. Elə deyir. Məsələn də görürsən adam elmi var, dərrakəsi var, düşüncəsi var. Gedir çıxır məsələn atoma oradan bir dənə dərman düzəldir məsələn və yaxud bir dənə Şeyx Bəhai kimi hamam yandırır. Bəzisi də gedir məsələn öldürücü, qırıcı, kütləvi məsələn silah düzəldir. O dünya da onun kimidir. Həzrət deyir ki, əvvələn dünyanı pisləmün, insanları dünya pərəstliyə görə çox pisləmün. Dünya bəziləri üçün anadır, anasına məhəbbət eləyəni pisləməzlər. Bu yandan da deyir ki,
dünya yaxşılar üçün yaxşıdır, pislər üçün pisdir. O yaxşılar kimdir? Dünya onlar üçün yaxşıdır. Onlar dünyadan düzgün istifadə edir və dünyadan tam bəhrəni aparırlar və o dediyimiz məqamlar, əlbəttə biz onu ancaq söz ünvanında deyirik də, biz fi məq'ədi sidqin ində məlikin muqtədir ki, Quran deyir. O bir dəstələr o məlikin muqtədirin yanında bir o məqama çatacaqlar. Biz bilmirik yaxı onu. Allah qismət eləsə, onda məsələn, onda da qayıdıb dünyadakılara deyə bilməyəcək də. O qeylət xulul cənnə, gec olacaq. Qeylət xulul cənnə, qalə ya ləytə qavmi yələm. O şəhidə biz dedik, daxil ol beşdə, birinci sözü oldu, kəşf qalanlar da bunu başa düşeydi. O məqamlar ali məqamdır. O məqamlara dünyanı qazanıb, dünyada qazana bilir insanlar onu. Həzrət də deyir ki, bu 5 dənə xislət bir nəfərdə olmasa, dünyadan elə bəhrə aparmayıb da, özün yorub, özün əziyyət, elə gedib biri iş açıb, özünü öldürüb, gəlib elə biri evində otur onu qazanıb. Elə deyir. Bu cürə Həzrət deyir ki, o 5 dənə şeydir, bu hamıda olmalıdır. Olsa, dünyadan tam fayda aparıb. Olmasa, dünyadan elə bir bəhrəsi yoxdur. Birinci, əl-əql, ağıldır. Əli əleyhissalama Həzrəti Rəsullahın vəsiyyətlərində var. Töhfül Kul kitabının acı birinci hədisi də bu. Deyir, la ğina kəl-əqlə, la fəqrə kəl-cəhl. Ağıl kimi var dövləti yoxdur. Cahillik kimi də kasıbçılıq yoxdur. Ən kasıb, ən fəqir adam cahil adamdır. Ən varlı adam da ağıllı adamdır. Əlbəttə, ağılı yoxdur bizim, biz onu belə sadəcə biz bu tələbələr işlədərik ki, müsamihətən də, yəni belə yüngül danışırıq da, onu belə adi istilahda deyirik filan kəsin ağılı yoxdur. Əslində hamının ağılı var. Yəni amma ağlını işlətmir. Ağlın ağlın əhbəli nəfsinə tabi edir. Ağlın başqa ağıl hökm eləməlidir. Ağıl hökm verməlidir, əmr verməlidir. Ağıl plan cızmalıdır. Amma görsən ağlı tabi eləyib nəyə? Cəhlə. İnsan qiyamətin günündəki ağlına qulaq asmadığına görə və o ikinci höccət ki, zahirdəndir, peyğəmbərlərə qulaq asmadığına görə qiyamətdə cavab verəcəklər. Burada bir dənə də mövzu məhz elə o nemətin qədrini bilməməyə görə ağıl kimi bir dənə müqəddəs varlığı aparıb o nəfs kimi bir dənə çirkin varlığa tabi elədiyinə görə. Bir dənə qədim misal deyərdilər. Biri ölürdü, dedi dəvəsinə ki, mən istəyəm, məni halal elə. Dəvə dedi ki, sən mənə nə inəmsən, hamısını sənə halal eləyəcəm. Yükümdən artıq yük vurmuşsan, vaxtında yemimi verməmsən, suyumu verməmsən, istidə günün altında bağlamsan, soyuqda məsələn isti yerdə bağlamamsan, bunların hamısı xoş havalı. Ancaq bir dənə şey var, onu sənə halal eləməyəcəm. Deyir, nədir? Deyir, bir dəfə sən yük aparırdın, mənlə və bir dənə ulaqla. Gəldin bir dərədən keçəndə birimizin ipindən tutası oldun. Yol o cürə idi. Tuttun sən ulağın ipindən, mənə bağladın ulağın quyruğuna. Onu sənə halal eləməyəcəm. O doğrudan da indi bir dənə təmsildir ya olan hadisədir. Bu həqiqətən adam dəyərini aparıb dəyərsizin quyruğuna bağlamaq, dəyərini aparıb dəyərinin ayağını dəyərsizin ayağına vermək bu qiyamətin günündə cavab verilə bilməyəsi məsələlərdəndir. Cavab verilə bilməsi. İnsan 2 dənə höccət var. Keçən dəfələrdə bunu Nəhcül Bəlağada oxuyanda deyirdik ki, biri daxili höccətdir, ağıldır, biri xarici höccətdir, o da peyğəmbərlərdir, imamlardır. Bu dərəcədə dəyərli olan, Allahın bir ümumi təbiətdə, varlıq aləmində olan höccəti, bir də hər tək insanın daxili aləmində olan höccəti. Onu aparıb insan o nəfs ki, dəyərsiz bir şeydir. Məsəluhu kəməsəlil kəlb. Allah Quran-ı Kərimdə nəfsə misal vuranda deyir, bütün məsumların nəfs barəsində də istilahları var, biri-birindən gözəl. Və məsələn, Əli əleyhissalam deyir, məsəlul nəfsi kəməsəlil həyyə. Nəfs ilan kimidir. Zahirdə çox yumşaqdır.
nərmidir, lətifdir, amma daxili nə ilə doludur? Zəhərlə. Zəhərlə doludur. Ya bir ki, gözəldir. Gözəldir. Zahiri həm yumşaqdır, həm gözəldir. Sən aldanırsan, birdən yaxınlaşarsan falan, səni sancaq. Bəli. Ya məsələn, bir başqa ibarətdə başqa cürə deyir. Deyir ki, məsələn, nəfsi kəmənəsəlün nuamə. Nəfs dəvə quşu kimidir. Yiyəndə dəvə qədər yeyir. Amma nə uçmağa qanadı var, nə minməyə beli var, nə yük daşıyır. Adi bir dənə toyuq, onun funksiyası. Bir yumurtamaqdan başqa heç nəyə yoxdur, amma yiyəndə dəvə qədər yeyir. Deyir, bu nəfs bu cürədir. Sizdən yiyəndə sizin axirətinizi yeyir. Amma sizə nə verir? Heç nə. Əgər desək, nəfs adama dünyanı verir, yox. Heç vaxt nəfs adama dünyanı vermir. Elə həmin o dediyim Təhvil Qulun birinci hədisində ki, yükümüzü çoxaldır. Bəli, bəli. Əli əleyhissalama ki, vəsiyyət eləyir Həzrəti Rəsulullah ki, ağıl ən böyük dövlətdir, ən böyük fəqirlik, cahillikdir. Ardıcdan gəlib deyir ki, ya Əli, ər-rizqu, bir dənə nida işarəsi var orada. Yəni, rizq, elə bir diqqətləri, insanların daim o müftəlabeh yeridir də o. Ruzi la yəcurruhu hirsə hərisin və la yəmnahu kurhə karihin. Ya mən əmanin. Deyir, o ruzi var ha, bu dünyanın dağıdır alt üst edir, bitkə, çörək, bir qarın çörək. Deyir, vallah, onu nə heç kimin tamahı, hərislici cəzb eləyib gətirə bilməz. Nə də heç kim ona mani ola bilməz. O Allah tərəfindən sənə ayrılıb. Yaxşı, həməsən deyir, bu sizdən alanda dəvə qədər alır. Siz o bitkə çörəyə görə düşünürsünüz ki, dünya nə olacaq, falan olacaq. Amma sizə verəndə bir dənə yumurta verir. Elə deyil. Daha nəfsi onu oxşadır. Allah Teala Qur'an-ı Kərimdə deyir ki, məsəluhu kəməsəlil kəlb. İn təhmil əleyhi yəlhəz, ov tətrukuhu yəlhəz. O küçə itləri kimidir nəfs. Üstünə də gedəndə nə edir? Həmən bələn bağura ki, bəli. O küçə itlərinin gəlirsən ona tərəf hürür, yanından keçir gedirsən dalıcan da hürür. Deyir, bu nəfs belədir. Sakit durmur. Doysa tüğyan eləyir. Şəbəə təqa, səhv eləmirəmsə, ya təqət. Doyanda tüğyan eləyir. Az olanda... Ayədir, başqa hədis. Bu hədisdir, bəli, bu hədisdir. Və min qəlbin, o zöhr ya əsr namazından sonra var, Allah təqibatda deyir, və min qəlbin la yəşbə, və min duayn la yürfə, və min salatın la yüqbəl. Allah səni aparıram, qəbul olunmayan namazdan, yerinə çatılmayan duana və doymayan nəfsdən. Hadi Həzrət Əl-İslam deyir ki, doyanda tüğyan eləyir, aləmdağ. Acı olanda da yenə aləmdağdır. Haykü salır, qırğın salır. Yaxşı, bu nəfsdir. Bu nəfsdir, insan ağlı idarə eləyir. Bu xüsusiyyətindən. Özü ağıllı, insan da görür, bu idarə eləyəsi bir şeydir. Əslində, o nəfs, məsələn, nəfsə itaət, nəfsə tabiçilik, elə bir ki, mexanizmi pozur da. İnsan, məsələn, yaxşını pis kimi göstərir. Pisi yaxşı kimi göstərir. Və yaxud insan bilir, o pisdir. Dəqiq. Yenə də gedir o işi. Həm hacı, insan birdən də desə ki, mən pislə yaxşını qarışdıram. İndi istisna yerlər var. Ola bilər, məsələn, batil haqq sifətində gəlsin. Əleyhissalam deyir, summiyyət şübhə bir şübhələyən məşbəhə bilhəq. Şübhə ona görə şübhə deyirlər, haqqa oxşayır. Ola bilər, məsələn, Maviyə gəlsin, özünü Həzrəti Əli kimi göstərsin, bəzən adamı çaşdırsın. Düzdür, ona da haqqı yoxdur insanın. Amma insan, Allah Quranda deyir ki, fəəlhəmə fucuraha və təqvaha. Allah Teala, mən deyir sizə yaxşıları, pislərin hamısını ilham eləmişəm. Sizin fitrətinizdə yaxşı. Sən necə, məsələn, bir məzlumun əlinə çörəyini alıb yemək, yaxşı hesab eləyə bilərsən. Halbuki, insanlar onu deyiləyir də. İnsanlar onu deyiləyir. Həzrət Siffin müharibəsində bir nəfər gəldi, məşhur adamdır, gəldi Həzrət Əlinin yanına, dedi ki, bəs mənə icazə ver, mən gedim biraz Quran oxuyum. Çünki mən şübhəyə düşmüşəm, onlar da deyir Quran oxuyur, biz də Quran oxuyuruq, onlar da namaz qılır, biz də namaz qılırıq falan. İcazə ver, mən gedim biraz Quran oxuyum. Həzrəti Əmir ona qəribə bir ifadə tərzdə buyurur ki, Aleykə bi qiraəti Quranik. Bəli, öz Quranındır. Get öz Quranı oxu. Bəli. O öz acı, dünənləri, çox gözəl bir mətləbə işarə elədir. Dünənləri danışığımızda Həzrəti Nuh'a şeytanın Bismillah deyirmək mövzusu vardı. Eyni onun kimidir.
Eyni onun kimi. Deyə İmam Sadiq əleyhissalamdan biri gəlir soruşur ki, ağa icazə ver, mən Allahı necə təsəvvür edeyim, göstərim. Məzrət deyir, göstərmə. Deyir, nə deyir, o sənin xaliqin olmayacaq, o sənin məxluqun olacaq. Həzrət Nuh şeytana dedi ki, o sənin bismillahındır. Allahın dedi ki, bismillah deyir. İmam Əli əleyhissalam da orada həmin adama deyir ki, əleykə Bir qiraəti Qur'anik. O sənin Qur'anındır. Sən gedib Allah göndərən Qur'anı oxumayacaqsan. Bax, nəfs əqlə tabi qələbə eləyəndə bu cür olur. Və o adamların da əksəriyyəti... Dünyaya bax, dedi, nə günə qaldı ki, dedilər Əli və Muaviyə. Bəli, dəqiqən bəli. Elə ən böyük məzlumiyyətlərdən biri odur. Əli və Muaviyə. Bəli, məsələn, Musa ilə Firon gəlib bir tərəziyə çıxar. Məsələn, Nəmrud ilə İbrahim bir tərəziyə gəlib çıxar. İnsanlar o qədər eynələr, gəlib görür. Bax, Qur'an-ı Kərim Fironun barəsində yüzəbbihun əbnakum və yəstəhiyyuna nisaikum deyirdi. Sizin oğlanlarınızı diri-diri başlarını kəsirdilər. Yəni, xüsusi məmurlar var idi. Qadınlar dünyaya uşaq gətirən kimi oğlan olanda kəsib başını atırdılar, qız olanda dəymirdilər. Yaxşı. Allah Teala deyir, bu böyük bir dənə bəla idi siz üçün. Adamın, tayfasının, doğulan uşağının yarısının başını kəsib Firon bir əyyi zəmbin. Hansı günaha görə? Oğlandır. Yaxşı. Axı bunun günahı oğlan olur. Məsələn, o bir əyyi zəmbin qutilət ki, qızların barəsində cəhalət dövrünü Allah Teala Quranda deyir. Və izilmə o da suilət bir əyyi zəmbin qoy. O ki, o diri-diri bastırılanlardan soruşacaq ki, bunların günahı nə idi? Yaxşı. İndi bunun günahı nədir? Qız dünyaya gəlib. İndi Fironun zamanəsində də bu oğlanın günahı nə idi bu oğlan? Bu Firona qarşı cinayət eləməyə bax. Allah bunu xilqətdə belə yaradıb. Yaxşı. İndi bu Fironu bildik. Amma axı o Fironun yanında olanın ki, nəslinin yarısının doğulan uşaqların Firon başını kəstirmişdi. O da onlara bəs eləmirdi. Yəni, cəhalət bu qədər. Hacı, məsələn, hədislərdən yadıma düşür, deyir ki, ağlın əlamətlərindən biri budur ki, təcrübələri tərk eləməyəsən. Bəli, Əli əleyhissalam deyir onu. Təcrübələri tərk eləməyəsən. İmam Həsən əleyhissalama vəsiyyətində deyir ki, oğul, mən keçmişin, tarixin çox dəqiq öyrənmişəm, bilirəm. Onlar nədə müvəffəq olublar, nədə səhv eləyiblər. Ona görə bu mövzuda mən rahatam. Yəni, təcrübə ən böyük əməli elmdir də. Əməli elmdir. Bunu özdə, məsələn də məşhurdur, tarix təkrar olur. İndi biraz formasında, adında dəyişiklik olur, azlığında, çoxluğunda və vasitələr dəyişir, ondan sonra biraz bəzi şeylər dəyişir, bəzi məsələn, günah elə həmin günahdır. Məsələn, onda piyada gedib eləyirdilər, indi samalyotla gedib eləyirlər. Yalanı onda üzbəüz yazdı şəkildə, indi telefonu görür. Bəli. Onda gənə heç olmasa məsələn də deyirdi, çatana qədər biat çəkirdi. İndi elə buradan deyir, yana qalır, o da oradan deyir, söndürür. Sonra qalır o da ürəyi partiya o cürə. Hər halda belə əql böyük bir nemətdir Allah Teala insana verir. Birinə aldanır, məsələn, gəlir, aktual mövzulardan biridir də. Gəlir, məsələn, o qədər şikayətlənir ki, gəlir, məsələn, aldı məndən, falan getdi, o and, aman, falan. Sonra yenə də alınır. Sonra gəlir, həmən adama, həmən mövzuda yenə alınır. Bizim qonşuda bir kişi vardı, rəhmətli. Təcrübəni tərk etməkdir. Sənin təcrübən artıq var ki, yəni buna bu mövzuda etibar etmək olmazdı. O deyirdi acı, bilmirəm özü deyirdi ya, dahilərdən eşitmişdi. Həmişə mən uşaq idim o dənədə, biraz yaşım aşağı idi hələ. O, məsələn də onun yanında olanda, onunla məclisdə görüşəndə deyirdi, birinci dəfə sən məni Allahsın, Allah səni öldürsün. İkinci dəfə məni Allahsın, Allah məni öldürsün. Yəni, ikinci dəfə Allahmamalıyam. Nəfs adamı nə qədər Allahdır, şeytan adamı nə qədər Allahdır. Elə yenə gedir onun dardıysa. Amma insanda ağıl var, Əli əleyhissalam deyir, əql, Allah bunu verib insana. İşlətmir və din, ikincisi din. İnsanın dini olmasa dünyadan bəhrəsi yoxdur. Ola bilər, nələri olsun dünyada, nə olsun? Quran-ı Kərim nə deyir? Əynəma təkunu yudrikkumul mövt və lav kuntum fi burucin müşəyyədə. Nə boyda bürcülərdə də olsuz,
Sizi ölüm gəlib nə edəcək? Dərk eləyəcək. O Əzrail yuxarıdan gəlir aşağı. Nə qədər uzatsınız yuxarı, onun işi də belə deyək də, belə şeydir, rahatdır. Belə oradan gəlib götürüb çıxıb gedəcək. Yaxşı. Ha bu dünya din olsa, o bayaq da Əli əleyhissalam dedi ki, deyir, dünya yaxşıdır, yaxşılar üçün. Dünya yaxşıdır, insanın dini ola. Olmasa dünyadan elə faydası yoxdur. Vəl ədəb. Ədəb. Yəni, la imanə limən, la ədəbələ. Hədis belədə səhv eləmirəmsə. Müxtəlif formalar var. La həya. Ədəb, la həyə bəsə. Deməli, imanı, ədəb olmayan imanı yoxdur. Ay, bu namaz qılır, oruç tutur, filan eləyir, sədəqə verir, deyir, hə, verir. Amma o imanın faydası yoxdur. İman gərək adamda ədəb yaradar. Əslində Allah ədəb istəyir. Ədəb istəyir, bəli. İbadətin mərifət istəyir. Dərinliyinə baxanda, həccin dərinliyinə baxanda, sonra övliyaların hörməti məsələsinə baxanda, hamısında hörmət. Ya Həzrəti Rəsulullah idi, ya məsumlardan hansı idisə, bir dənə belə Allahı, Peyğəmbəri tanımayan adam var idi. Gəldi, çox ədəblə rəftar elədi, getdi. Məsum deyən Rəsulullah idi, ya əimmə idi, dedi, bu ədəb bunu gətirəcək Allahın qapısına. Elə gətirdi də. Gətirdi də. Yəni, o ədəb əsas məsələlərdən biri. Hacı, ədəb haqqında elə İmam Hüseyin əleyhissalamın burada bir dənə kəlamı var. Bəli. İstəyirəm elə onu da izah eləyəsiniz. Deməli, yenə də sual verdilər imama ki, ədəb nədir? İmam buyurdu ki, evindən çıxandan sonra qarşılaşdığın hər kəsi özündən üstün görməyən, özündən üstün görməyin ədəb sayılır. Bəli. Yəni, sən evindən çıxdın, qarşılaşdığın hər kəsi özündən üstün görməyin. O məzmununa ona oxşar bir dənə hədis var, acı, müəddəb və imanlı adamların barəsində. Səhv eləmirəmsə, elə ya İmam Hüseyin, ya Əli əleyhissalamla Nəhcül Bəlağada deyir, deyəsən də sizlə danışmışıq onu bir dəfə. Deyir ki, kimi görsə deyəcək bu məndən yaxşıdır. Kimi görsə deyəcək bu məndən yaxşıdır. Ədəbli adam odur ki, hər kimə rastlaşdı, hər kimlə danışıldı, deyəcək bu məndən yaxşı adamdır. Amma bugün cəmiyyətimiz nə gündədir? İnsanların pisliyi barəsində saatlarla otur danış, hamı elə nuşla qulaq asır. Elə bil bunlar susuz imişlər. Elə bil məsələn birini pisləməkdən bunların çörəyi artacaq, bunların pulu artacaq, bunların var dövləti artacaq. Amma dur birinin başda yaxşılıqdan danışmağa. Vəssalam. Məcbur olub qulaq axsa da axırda deyəcək, həyi, elə bəs elədir də. Hə, düzdür, amma dalında deməsə şeydir. Yəni elə bil insanlar onu həzm eləyə bilmirlər. Bir adamın yaxşılığın, bir adamın düzlüyün, bir adamın günah eləməməyin, bir adamın möhsün olmağın, bir adamın səxavətli olmağın, ümumiyyətlə yaxşı sifətə malik olmağın elə bil cəmiyyət bir yerə gəlib çatıb ki, onu həzm eləyə bilmirlər. Bu da eyninə Əli əleyhissalamın gələcək barəsində verdiyi o xəbərdardır ki, bir vaxt gələcək, yalançılar təsdiqlənəcək, düzlər təkzib olunacaq, yalançılar alqışlanacaq, təşviq olunacaq, amma sadiqlər nə olacaq? Təkzib olunacaq. Yalançılar cəmiyyətdə sevinəcəklər, düzlər, amma düz danışanlar cəmiyyətdə təcrid olunacaqlar. Təcrid olunacaqlar, təhqir olunacaqlar. Eyni Əli əleyhissalamın kəlamının tərcüməsidir. Azizan, deməli, mən bunu eşitmişəm. Yəni, o mollalardan, böyük o məclisdə danışan ruhanilərdən, bəlkə də sizdən də eşitmişəm. Mənim yadımda qalan... Böyük mollalardan eşitibsənsə, mən yoxam, məndən eşitməmsən. Yox, elə sizi nəzərdə tuturam böyük molla deyəndə. Deməli, deyir ki, bir dəfə Allah Teala Həzrəti Musa Peyğəmbərə dedi ki, get özündən aşağı olan kimsəni gətir. Deyir, Həzrəti Musa dedi ki, baş üstə. Gedir, deyir, nə bilim, bir dənə, məsələn, şərab içənə rastlaşır. Deyir ki, bunu apararam. Allah deyir, gələn səfər özündən aşağı ilə gəldi, Turu Sina dağına. Deyir, bunu apararam. Sonra deyir, gördüm ki, mən bilmirəm də, bunun Allah yanında, bəlkə elə bir əməli var, elə bir xasiyyəti var ki, məndən üstündür. Şərab içəni deyir, buraxdı.
Sonra nə bilim müxtəlif orada günahlar Bəli, qeyd bəli. olunur. Axırda Özü gəlir gəlişi ya. Axırda deyir bir dənə iti deyir, itə rastlaşdı. Yəni bunu apararam da, bu itdir, mən insanam falan. Sonra dedi ki, bu itin də günahı yoxdur, bir şey yoxdur, Allahın bəndəsidir, Allahın itaətindədir. Da iti də gətirmir, özü tək tənha gəlir. Orada Allahın Həzrəti Musaya bir dənə gözəl sözü var. Deyir, ey Musa, sən deyir o iti də gətirsəydin, mən səni peyğəmbərlikdən çıxardardım. Yəni uduzmuşdu. Hə. Bəli. Məşhur bir bəli, düzdür. Həzrət Musa deyir, bax özündən. Əli əleyhissalamda deyir ki, bax insan birdən öz eyblərini başlasa islah eləməyə, özündən məyub, eybli adam tapa bilməz yer üzündə. Hətta başqalarından üstün olsa da belə bu, baxacaq görə bu eybim, islah eləyəcək o biri eyb. O cəmiyyət onunla düzəlir acı. İnsan özün hamdan eybli hesab edir. Məcbur olur o eybli adam kimi cəmiyyətin içərisində bir formada gəzsin ki, eybli adam kimi. Cəmiyyət də az ondan istifadə edir. Niyə? Cəmiyyət bilmir, axı bu öz eybinə görə baş aşağı gəzir. O cəmiyyətdə müsbət təsir qoyur. Ondan sonra hamı ona baxır. Niyə məsələn qədim bizim cəmiyyətimizdə məsələn ağsaqqallar qan bağlayırdılar, ağsaqqallar məsələn daha belə ağır işlərə gedirdilər, ağsaqqallardan çəkinirdilər, ağsaqqallardan məsələn həya eləyirdilər, qız gəlin ağsaqqal görəndə küçədə divara sığışa, çəpərə belə söykənə gedirdilər. Tez yaşmaq çəkərdilər. Niyə? O ağsaqqallar özlərini qoruyub saxlamışdılar. Ağsaqqallıq titullarını, o parametrləri var, onların hamısını əməl edirdilər. Hətta o hədisdə var, həlim olma sözdə təhəlləmu, özünüzü həlimliyə vurun. Çünki sizin həlim olmaq məqamınızdır. Həm o özünüzü həlimliyə vurarsınız, o xasiyyət qalar başınızda yaxşı olar. Həm də haqqınız yoxdur, sən bu yaşda durub toyda oynayan vaxtın deyir axı. Sən indi nümunəsən. Hətta məsələn gəlib saqqalı ağaranda da görsən məsələn deyən, ay filan kəs, nə əcəb məsələn də həmişə belə eləyirdin, deyir də yaş keçib. O yaş keçibin bir mənası budur ki, da ölüm yaxınlaşıb. Bir mənası budur ki, da peşmanam, cavanlıqda başa düşməmişəm. Bir mənası da bu idi ki, mən bu günləri bir yaşdayam ki, bu yaşda vaxtı ilə saf adamlar olub, abırlı adamlar olub. Mənim bu yaşda o 20 il bundan qabaq elədiyimi eləməyim o adamlara töhmətdir. O adamların dəyərini aşağı salmalı. Bunlar özü cəmiyyətdə əsas məsələlərdəndir ki, gərək riayət olunsun. Acı biri də bu din idi. İmam Hüseyin əleyhissalam dedi, vəl həyadır və hüsnül xulqdır, gözəl əxlaq. Gözəl əxlaq ki, o da həmin o ədəblə gözəl əxlaq elə demək olar ki, bir-birini tamamlayır. Ədəb biraz geniş mənadadır. Gözəl əxlaq da elə onun içərisində də ola bilər, ya elə bir-birinin mütəmmimidir. Tamamlayanı da, məsələn, innəkəl əla xuluqin əzim. Allah Peyğəmbərə deyir, sən böyük əxlaq sahibisən. Dünyanın var dövlətini deyir, hamısını xərcləsəydin, bunlar qalmayacaqdı başında. Adam var dövlətə yığışan acı, qarnı doyana qədər. Elə də elə deyir. Qarnı doyandan sonra nəyinə lazımdır? Özün versin güllə qabağını. Ya da məsələn, niyə deyir, bir təhlükə özün asın. İndiyə qədər acım bunun yanında döyürdüm, acımdan ölməmişdim ki. Ona görə deyir, dünyanın malın, dövlətin versin, bunlar yanında qalmayacaq. Firon verirdi, acından qırmırdı ki, cəmaat. Verirdi. Amma görürsən, haqq gələn kimi, fitrət oyanan kimi dəstə ilə neylədi. Hətta Fironun sütunlarını saxlayanlar haqq olaraq aydın olan kimi neynədilər? İman gətirdilər və şəhid də oldular. Firon deyir, siz, bəli deyir, mən sizə icazə verməmiş siz iman gətirdiniz. Gör bunun iddiasına bax məlunun. Bunlar da yəni deyir ki, sən hər ixtiyarın, bütün imanın, hər şeyin mənə məxsusdur. Hacı elə o şeydə yenə İmam Hüseynin bir dənə kəlamı var da. Deyir ki, var dövlətindən bəhrələnmisənsə, deməli o sənindir. Bəli. Yemisənsə sənindir. Bəli. Nə sən var dövlətinə, nə də var dövlətin sənə qalmayacaq. Bəli. Ona görə də o səni xərcləmədən sən onu xərclə, bəli.
Yəni insan bu həyatda ancaq yeməkdir, içməkdir, geyimdir, uzaqbaşı bir minikdir, uzaqbaşı yaşadığın bir evdir. Ondan başqa nədən istifadə edirsən? Qalacaq vərəsələrə. O Əli əleyhissalamı deyir, qədim kitablarda vardı, Bəsrə əhli ilə Kufə əhli mübahisə eləyirlər elmlə mal üstündə. Gəlirlər Əli əleyhissalamın yanına. Bizim bəhsimiz belə olub. Əli əleyhissalam bu birisi tərəfə təəccüb edirdi. Yəni siz doğrudan bilmirsiniz, elm var dövlətdən artıqdır. Ondan sonra bir dənə malı saxlamaq lazımdır, elm öz sahibini saxlayır. Mal bu dünyada qalır, sən gedirsən, elm amma sahibi ilə gedir, axirətdə də ondan olur. Falan neçə dənə şey saxlayır. Hətta malı 7 gün sənindir, ondan artığı sənindir. Vaxtımız tükənib. Bir dənə acı mən burada İmam Hüseyin əleyhissalamın bir neçə dənə xüsusiyyətini yazmışdım və vaxt az olduğuna bir dənə icazə verirsiniz, bunu oxuyum. Deməli, Ruviyə ənəllaha əvvəzəl Hüseyin əleyhissalam min qətlihi ərbəə xisalin. İmam Hüseyin əleyhissalamın şəhadətindən Allah 4 dənə xislət verdi, əvəz elədi onu. O Allah yolunda şəhid oldu. Əlbəttə neçə dənə, birində 4 dənədir, birində 3 dənədir. Bax, məsələn, mən baxırdım, 10 dənə xislət Allah Taala verib. Ayətullah Şübbər o Xəsai Hüseyni də yazır ki, Allah Taala 10 dənə xislət özündən, 10 dənə xislət Peyğəmbərdən, 10 dənə xislət Qurandan, 10 dənə də xislət Kəbədən verib İmam Hüseyin əleyhissalama. Burada da deyir, o şəhadətin əvəzində Allah Taala İmam Hüseyin əleyhissalama 10 dənə xislət verib. Biri şeydir də, 4 dənə xislət verib. Biri cələ şəfaə fi türbəti. İmam Hüseyin əleyhissalamın türbətində şəfa qərar verib. Torpaq yemək haramdır, amma İmam Hüseyin əleyhissalamın türbətindən az miqdarda şəfa niyyəti ilə olar. Sonra və icabətə dua təhtə qubbəti. O qübbəsinin, günbəzinin altında duanın qəbulunu eləyib, qərar verib. Sonra vəl-əimmətiyə min zürriyyəti. Allah Taala ondan sonraki imamların hamısını İmam Hüseyin əleyhissalamın övladlarından qərar verdi. Və ən la təuddə əyyamə, bu bizimdir əsas, baxırıncısı bizimdir. Və ən, bu düz daha birincisi, ikincisi də bizimdir, bir dənə o üçüncüsü bizimdir. Və ən la təuddə əyyamə zairihi min əmarihim. Biri də budur ki, İmam Hüseyin əleyhissalamın zəvvarlarının ziyarətdə olan günlərini Allah onların ömrünə yazmır. Hədiyyə edir. Hədiyyə edir. O, məsələn, ibadət barəsində də var da, insanın ibadət saatları onun o ömrünə, yazılan ömründən qıraqdadır. Yaxşı, məsələn, adam 70 ildə, məsələn, belə çıxır ki, 10 il ibadət eləsə 80 il yaşamalıdır. Çünki o 10 il yazılmır da əlavə. Burada da ümumi ibadətin də barəsində var. İmam Hüseyin əleyhissalamın da ziyarətinin barəsində də var ki, onun ömründən yazılmır və deməli günahlarının bağışlanmasıdır. Sonra xüsusən Qədr gecəsində. Bəli. Bir də İmam Hüseyin əleyhissalamın acımın xüsusiyyətindən biri ki, bu bəlkə də biraz az eşidilib, ya məsələn mən eşitməmişəm, onu deyim, tamam eləyək. İmam Hüseyin, bütün imamların, peyğəmbərlərin nübüvvəti və imaməti ömürləri qurtarmaqla qurtarıb. Amma İmam Hüseyin əleyhissalamın imaməti şəhadətindən sonra da davam eləyib. Yəni bu mənada onun imamətində ortalığa çıxan işlər, yəni qoyduğu məktəb hələ də neyinir? Davam edir. Həzrəti Nuhun məktəbi davam eləmir. Elə də elədir. Həzrəti Musa'nın məktəbi davam eləmir. Amma İmam Hüseyin əleyhissalam məktəbi davam edir. Yəni, ümumi formada deyə bilərik ki, davam edir, eyni xətdir. Bəli. Xüsusi formada yoxdur. Məsələn, ona görə də İmam Hüseyin əleyhissalam barəsində Həzrəti Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, ənə min Hüseynin və Hüseynin min. Hüseyin məndəndir, məlum. Mən də Hüseyinnənəm, məhz elə o nübüvvət xəttinin, keçib imamət xəttinin İmam Hüseyin əleyhissalamın davam elətdirməyini. Özə belə də baxanda həm sülbü baxımdan 9 dənə imam və büyün imam zaman Əccəlallah Teala Fərəcəvi Şərif elə onun övladıdır, onun nəvəsidir. O baxımdan da davam edir. Kərbəla da davam edir də. İmam zaman gələndə də dünyaya özünü tanıtdıranda İmam Hüseyinlə tanıtdıracaq. Ya əhləl aləm. İnnə cəddi Hüseyin qətəluhu ətşanı.
Mənim babam Hüseyni susuz öldürdülər. O üzrə deyəcək ki, yəni mən İmam Hüseynin nəvəsiyəm, mən Mehdiyəm. Allah inşallah zuhurunu təcil eləsin. Amin. Hacı çox təşəkkür edirik Hacı. Biz də sizə Allah razı olsun sizdən. Allah razı olsun Hacı. Bu gözəl gündə və günlərdə sizə möhkəm can sağlığı arzu Allah edirik razı Hacı. olsun. Allah inşallah aqibətimizi xeyir eləsin. Amin inşallah bizim başımızın üstündən əskik eləməsin inşallah. olsun. Çox sağ olun.